فحجرت أبا بكر فلم تزل مهاجرته حتى توفيت. Həzrəti Fatimə birinci xəlifədən narahat oldu. Ondan üz çevirdi. Və bu narahatçılıq hətta tuvaffiyət. Həzrəti Zəhranın dünyasını dəyişdiyi günə qədər davam elədi. Görün nə deyir Peyğəmbər? Fatimətu bəzətun minni. Fatimə mənim bir paramdır. Fəmən əğzəbəhə əğzəbəni. Kim onu qəzəbləndirsə məni qəzəbləndirib. Buxari 3714-cü hədis. Əhl-Sünnə mənbələrindədir. Bir dənə də istəyirəm. Fəğazibət Fatimə bintu Rasulillah. Peyğəmbər qızı Zəhra qəzəbləndi kimə? Fəhəccərət Əba Bəkir. Fələm təzəl mühacirətəhu hətta tuvuffiyət. Həzrəti Fatimə birinci xəlifədən narahat oldu. Ondan üz çevirdi. Və bu narahatçılıq hətta tuvaffiyət. Həzrəti Zəhranın dünyasını dəyişdiyi günə qədər davam elədi. Yəni ola bilər axı bəzi insanlar deyər ki, narahat oldu, sonradan düzəldi, yox. Xanım Fatimə vəfat eləyənə qədər narazı qaldı. Hardadır bu hədis? Buxari 3-cü cild səhifə 79.